Salam, necəsiz? Deməli, çox vaxtı magistr imtahanına düşən suallardan biri də, yəni çox vaxtı bu suallardan ümumiyyətlə çox istifadə olunur. Deməli, məntiqi mühakimə məsələləridir ki, deməli, deyir ki, kitabxanada 1-dən 7-yə qədər nömrələnən 3 fərqli fizika, deməli, 2 fərqli kimya və 2 fərqli biologiya kitabı aşağıdakı kimi yanaşı rəfdə düzüləcəkdir. Kimya kitabları, bunlar şərtlərdir. Kimya kitabları yan-yana düzüləcək. Yəni, bu şərti verir bizə. Deməli, biologiya kitabları yan-yana və ayrı düzülə bilər. Fizika kitabları yan-yana gəlməyəcək. Bu şərtləri verir. Bunun üçün biz birinci növbədə, deməli, belə bir cədvəl kimi bir şey qurmalıyıq ki, deməli, birinci, məsələn, yazıram 7 dənə, belə deyim də, rəf nömrəsi yazacam bura. 4, 5, 6, bu da 7. İndi mənə şərtdə deyir ki, deməli, 3-cü yerdə kimya kitabı durmuşdur. 3-cü yerdə kimya kitabı durub. 6-cı yerdə isə fizika kitabımız durub. Deməli, şərtdə deyir ki, kimya kitabları yan-yana düzüləcək. Əgər kimya kitabı yanaşı gəlirsə, kimya kitabları ya 2-də olacaq, ya da 4-də olacaq. Yəni, bu şərti nəzərə alaraq, deməli, davam edirəm cümləmizə. Biologiya kitabları yan-yana və ayrı düzülə bilər. Amma bir şərtimiz də var ki, fizika kitabları yan-yana gəlməyəcək. Mən fizikanın biri 6-dadır. Mən fizikanın birini bura yazsam, fizika kitabları yanaşı gələcək onsuz. Fizikanı bura yazsam, fizika yenə yanaşı gələcək. Bu şərtimizdə deməli bizim nədir? Ziddir. Deməli, fizikanı mən bura yaza bilmirəm onsuz. Ona görə fizikanı birini 1-ə yazacam. Deməli, birini 4-ə yazacam. Deməli, yerdə onsuz da ki, dedik ki, şərtdə demişdik ki, 3 fərqli fizikamız var. Fizika kitabları yan-yana gəlməyəcək. Biri 1-dədir, biri 4-dədir, biri də 6-dadır. Yerdə qalır biologiya kitabı. Biologiya kitabı biri olacaq, deməli, 5-də, biri də 7-də. Məndə də şərtdə deyir ki, biologiya kitabı neçənci yerdə yazılacaq. Deməli, biologiya kitabı variantda 7 olmadığına görə, deməli, bizim variantımız olacaq, deməli, 5 variantı. Deməli, ikinci variantımız isə ondan ibarətdir ki, deməli, onsuz da bilirdim ki, 3-cü yerdə kimyamız var. 3-cü yerdə kimyamız var. Deməli, 3-cü yerdə kimyadırsa, 6-cı yerdə fizikadırsa, mən deməli, növbəti hal üçün fizikanı, məsələn, belə deyim də, bura yazsam, fizikanı bura yazsam. Deməli, onda belə çıxır ki, burada bu hissədə fizikanı yazaram. Amma burada fizikalar yanaşı gələcək. Amma bizə şərtdə deyir ki, fizika kitabları yanaşı gəlməyəcək. Ona görə biz normal halda birinci halı qeyd edib cavabı 5 götürürük.